Səringül xanım, xoş gördük sizi. Necəsiz, nə var, nə yox? Xoş gördük, Həmişə sağ olun, iş başında. Bugün Çox sağ olun, xeyirli, uğurlu olsun. Belə çoxlu xanalar, toxlu xallar yap Güllü xanım. İşin avan da olsun. Balacalığımı yadıma saldım. çox sağ ol Səringül xanım. Deməli bu daraqları bizə veriblər. Kəmərlidən, İmişlidən, Şamaxıdan və 3 darağımız var. Siz indi o darağı daradınız, yumu daraqdan keçirdiniz, əlçim elədiniz. Mənim əziz qardaşım İladə Öməroğlu mənim xahişimi nəzərə alıb belə gözəl cəhrəni də hazırlayıbdı. Əslində cəhrələr elə bil qədimilər var Səringül xanım, ancaq onlar elə bil artıq istifadə qaydasını, formasını yitirib deformasiyaya uğrayır. Bəli, çox çətindir. Ya bir yeri qırılıbdı, ya bir nədir. Ancaq bizim İladə qardaşımız bu gözəl cəhrəni düzəltdi ki, bu işlək vəziyyətinə gəlsin və biz əyani bunu gələcək nəsillərə göstərək ki, görsünlər ki, qoyunun yumundan necə gözəl ip hazırlanır və o ipdən də belə sonra kələf kələf deyirlər elə Səringül. Buna nə deyirlər Səringül xanım? Kələfdir bəli. Kələfdir. Artıq ip vəziyyətindədir. Daha sonra da yumağa çevrilir. Bəli, bəli. İp vəziyyətindədir. Bunu boyamaq olar. Kələf necə alınır? Kələfi ərdin, qutardın, oradan yumrulayırsan, yumaqlayırsan, yumaqlayandan sonra baldırların belə vəziyyətdə, baldırların belə vəziyyətdə kələfi bağladım buraya bir tərəfini, ondan sağ, sol çarpaz vəziyyətində. Axırda qalanı, sonunda qalanı 3 qat belə bağlayıb, buradan altından soxub bağlayırsan başını. Ondan sonra az-az çıxardıb qoyursan yana, az-az çıxardıb qoyursan. Bu başdan tutub boyağa salırsan onu. Boyağa. Boyaqlar da qəribədir. Məsələn, qədimi zamanlarda bütün güldən, çiçəkdən, qoz qabığından, nar ağacından, ondan sonra itburnu ağacından, qabıqlarından, xına mamırından boyayardılar. Sonra bu süni boyaqlar çıxandan sonra boyadılar. Boyadılar. Süni boyaqlarda o vaxtlar demək olar karitin rəng nədir? Şabalıdı rəng. Şabalıdı rəng. Şabalıdı rəng almaq çox çətindir. Şabalıdı rəng bir dəfə anam yolun boyurdu, ip boyurdu, bilmədən özü şey elədi. Bu arada bəlkə cəhrəni dişə salasınız. Bəli. Sarı rənglər bir-birinə qatılmaz. Əksər rənglər bir-birinə qatılmaz. Sarı rəngə anam sarı rəngə dalından yaşıl tökdü. Yaşılı tökdü. Bəlkə nəsə dalınacaq, bezmişdi. Elə şey döyüydü. Gəldi şabalıtı rəng alındı. Şabalıtı rəng alındı. Ancaq şabalıdı gözləmirdi. Yox. Təsadüfən elə alındı. Şabalıtı gözləmirdik. O da sonra şey oldu. Ya Allah'ın adı. Sonra bunlar hamıya məlum oldu ki, belə eləmək lazımdır. Mənim anamdan öyrəndilər. Eynən nənəm düşdü yadıma. Mən Güllü xanım demək olar ki 50 ildir. Bəlkə azacıq unutmuşam. Bir də yun biraz şeylidir.